Mən də daha yolunu göstərirəm. Yesili vurub troka getmək cadon delirləyirəm. Da bura ayrı nətər eləyir. Daxili İşlər Nazirliyi Baş Prokurorluqla birgə Tbilisi, Şida Kartli və Kvemo Kartli bölgələrində əməliyyatlar keçirib. Son 24 saat ərzində həyata keçirilən tədbirlər nəticəsində oğru dünyası ilə əlaqəli 21 nəfər saxlanılıb, 9 nəfərə isə ittiham irəli sürülüb. Rəsmi məlumatlar bildirilir ki, saxlanılan şəxslər arasında penitensiar müəssisədə olan şəxslər və qiyabi qaydada ittiham olunanlar da var. Onların arasında xaricdə yaşayan kriminal avtoritet Elmuraz Məmmədov da yer alır. Bu ərzin vəziyyətini mən bilirəm. Balalarım can şükənə deyirəm. Ərzin vəbşə satda xavar yoxdur, özüm dayıram da öz yanımdan. Bu adam o gücü yoxdur qardaş. 50-60 gücəldə. 2 dənə maşını var videosundan cip. Onu bazara qovdu dünəndən. Bunun yəni heç 30'a da imkan yox. Prost mən dedim ki, elləməlisən dana. And olsun Allahın təkiliyinə Elmuraz. Sənin canın üçün, oğlumun canı üçün bu adamın yoxudur yəni. Gendən baxdığı kimi döy. Dana imkanı yoxdur. Evde şey var ya, biraz hamısının turiste evi şey var ya. Hamısını bilirəm. Aydanaya verir bu öyü. Kirəsini gənə verir Aydanaya. Belə Aydanaya verirlər, hələ qutarmayıb döyü. Quran haqqı Elmuraz. Yəni Ben Bəbiylə danışacağım bugün. Ama inanmıram ona da. yoxsa da deyir mən onunla dost olmaq istəyirəm səndən ötürə qardaş. Dünən Siləhən, ta Siləhən danışanda da nasıl? Bunun əli Sözmeni verirsin, o birisine vaxt verdilər mən qabiyə. onu mən onun yerinə dəyənmərəm Murat. Akşam indi elə də bugün sənin yığası Olmaq istəyirəm. Ey prosta yəni varlığı bana bilirəm. Varlığıdır. Tamam, görürsən budur, ne var? Oradan buradan vaydı. Nerede alışırlar ya? heç nə Murat Quran haqqı elə maraqlanmadım. Bircə onu eşitdim ki, nəsə də belə sən dediyin məsələdən. Murat bilməsəm indi kənd yeridir olsun da. Gizlədirlər, danışmırlar, qorxurlar, elə hökmətdən zıt. Siyaza çıxdım səndən. Boşağın başını yiyəcəm. Allah onu nəqlət eləsin, gəl razılığa gəl. İşte, bana o yere getirip ben onun pezinden kalktım. Murat, niyə O kadar davet ederler. Pezinden biraz sürgünüm tuttu, iş yapsın. 100.000 dolar. 100.000 dolar, Türkiye'de 100.000 dolar sesine yapmışam onu. Beni yanılttığında gözü bunu yapmadım. soruşmadım. Bana var idi, getdim alamcan soru hiç bilmirdim de büyüne düzəlləsi olacaq Allah'ım. Sən nə işləyirəm? İndi sən gellər Allah hoşa etsə də görüm nə məsələ düzəldir. İşte arasında başlasam, o en yaxşı oynadım onu. Və Əzizə axşam da danışdıq. Bu adam deyir ki, prost düzəldən mənəm. İndi 2 gün səndən vaxtım istədi. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər maliyyə mübahisələrini oğru razborkaları ilə həll edib, vətəndaşlara hədə qorxu gələrək pul tələb ediblər və oğru qaydaları əsasında ödənişlərə məcbur ediblər. Əməliyyat zamanı 62.000 dollardan çox nağd pul, silah-sursat, avtomobillər və digər sübutlar götürülüb. İstintaq mütəşəkkil cinayətkarlıqla bağlı maddələrlə davam etdirilir. Saxlanılan şəxslər arasında Marniuli bələdiyyəsindən olan şəxslərin də olduğu bildirilir.